Proqramımızın həkim qonağı revmatoloq osteopat Əli Əlizadədir. Mayamed klinikasında yerləşən Vertex Revmatologiya və Osteopatiya mərkəzində fəaliyyət göstərir. Eyni zamanda mərkəzin rəhbəridir. Necəsiz doktor? Çox sağ olun. Sizi gördük, lap yaxşı oldu. Təşəkkür edirəm. Ankilozlaşan spondilit, Bechterev kimi tanıdığımız, daha çox onurğa bitişməsi kimi el arasında, indi bilmirəm, indi hər kəs bir ad, isim taxır, yəni adlandırır onurğada olan problemləri. Yenə də özünü ifadə etmə şəkli fərqli olsa da bunun elmi adı var. Dediyimiz ankilozlaşan spondilartrit. Kimlərdə müşahidə olunur və nə kimi əlamətlər də özünü göstərir? Dəfələrlə danışmışıq, amma müraciətlər var. Yenə də lazımdır. Bəli. Bu nəsildən ötürülən autoimmun xəstəlikdir. Ankilozlaşan spondilartrit və yaxud başqa sözlə desək, Bechterev xəstəliyi nədir? Oynağın dediyiniz kimi əsasda onurğa fəqərələrin bir-birinə bitişməsi, tunslaşması, heykəlləşməsi və yaxud başqa sözlə necə desək. Sərtləşməsi. Hətta bu ankilozlaşan spondilartrit xəstəliyinin bir rengenoloji, radioloji bir diagnostik metodu var. Bambuk sindromu deyilən bir sindrom var. Fəqərlər bitişdikdən sonra rengenə saldıqda orada bambuk ağacına bənzər bir forma alır, görüntü alır və buna da bambuk sindromu deyirlər. Və yaxud da ki, bir başqa ədəbiyyatda palma sindromu da deyirlər. Orada yəni qabırğa nahiyələrində palma ağacına da bənzər bir forma alır. Amma o nə deməkdir? Yəni fəqərənin elastikliyi itir iltihab nəticəsində və fəqərası disklərin elastikliyi olmadığına görə fəqərə bir bambuk ağacı forması, tam sərt bir forma alır. Nə əyilib qalxma, nə burulma hərəkətlərini yerinə yetirə bilmir. Rast gəlmə tezliyi 15 yaşla 45 yaş arasındadır. Amma daha çox pik rast gəlmə dövrü 18, 25, 26 arasıdır. Bu dövrdə daha çox bütün ankilozlaşan spondilartritlərin demək olar ki 60%-i bu dövrə rast gəlir, bu dövrdə aşkarlanır. Və nəzərə alsaq ki, bu xəstəlik daha çox oğlan uşaqlarında rast gəlinir. Qız uşaqlarında, qadınlarda daha az rast gəlinir, az ehtimallı olunur bu xəstəliyin rastlaşması. O da verilişlərimizin birində mən demişdim, bu kişilərdə xromosomun birinin biraz tam olmadığı ilə əlaqədar olan bir məsələdir. Çünki genetik nəsildən nəsilə ötürülür bu xəstəlik. Və bu dövrdə də 18-25 yaş arasında da əgər yeniyetmə şəxsin ən belə aktiv, həyat dolu bir dövrü, ən perspektivli dövrü, istər hərbi xidmətə geçsin, istər bir idmanla məşğul olsun, hansı bir dövrdə, həmin dövründən demək olar ki, bu gənc məhrum olur və ağrılardan onu istifadə edə bilmir. O taytuşu kimi hərəkət edə bilmir. Hətta bəzən 19-20 yaşında bu xəstəlik başlayanda... İndi bu ağırlaşmış formada bu vəziyyətdə olur da, məhdudiyyət yaşayır, hərəkət edə bu yavaş-yavaş inkişaf edən bir xəstəlikdirsə, problemdirsə, soruşmuşsunuz o sırada zamanında niyə müraciət eləməyir? Bilirsiniz, bunu da araşdırmışam. O yaşda 18-19 yaşında cavan oğlan, əgər az-az xəstəlik ağırlaşırsa, bəzən o yaşda cavan insan həkimə getməyi özünə sığışdırmış ki, mən cavan oğlanım, mənə nə olub? Ləng gedişli forması var, yarım kəsin, kəsin gedişli forması var. Elə forması var ki, xəstə məsəl üçün xəstəlik başlayanda artıq o dərəcədə şiddətlə başlayır ki, o həkimə onu aparırlar həkimə, hətta özü yeriyə bilmir. Yəni onun şiddətlənməsinə bir səbəb varmı? Yəni qəflətə ataka başlayır. Amma ləng gedişli formasında o qədər asta-asta davam edir ki, xəstə elə arada bir ağrı kəsici dərman qəbul edir, xəstəliyi sakitləşir, bir müddətdən sonra bir də bir ağrı kəsici dərman qəbul edir. Hətta hərbi xidmətdə olan o cür insanlar tanıyıram ki, mən arada bir ağrı kəsici dərman qəbul edirlər. Yavaş-yavaş inkişaf edir. O zaman o cümlə yanlış cümlədir. Yox, yəni əsasən yavaş-yavaş ağırlaşır. O dediyiniz ankilozlaşma bəli, asta-asta olur, qəflətən olmur. Amma ağrılar bəzən başlanğıçdan elə çox şiddətli başlaya bilir. Amma çox hallarda asta-asta davam edir, elə asta-asta da bitişə-bitişə gedir. Ağrı kəsicilərdən atırlar, ağrı kəsici dərman preparatını atır, biraz hərəkət məhdudluğu əmələ gəlir, hərəkət məhdudluğu olduqca biraz az hərəkət edir, az hərəkət elədikcə ağrı biraz azalır, deyir, elə yaxşılaşdım, birazdan sonra bir də ağrı kəsici dərman qəbul edir.
və hətta bəzən xəstə hərbi xidmət dövrünə düşür, uşaqlar, cavan oğlanlar da bu 18-19 yaşında hərbi xidmətə gedir. Tamamilə sağlam gələndən sonra ağrılar başlayır. Valideynlər deyirlər ki, hə, sağlam uşaq yola salmışdım, xəstələndirdilər, göndərdilər. Amma bunu bütün valideynlər nəzərinə salırlar. Bəli, bunun aidiyyatı yoxdur hərbi xidmətə. Evinizdə olsaydı da bu o yaşa çatanda ağrıyacaqdır. Yəni bu uşaq ana bətnindəykən artıq bu xəstəliklə doğulub. Ona görə də bunu demək ki, hərbi xidmətdə nəsə elədilər, mənim oğlum xəstələndi. Bu tamamilə yanlış fikirdir. Belə bir şey mümkün deyil. Kimdənsə keçdi, ya uşaq zədələndi, travmalıdır, ankilozlaşan spondilartrit xəstəsi oldu deyə bir şey yoxdur. Və bu xəstəlikdə həmişə iliosakral oynaqdan eroziv sahələr başlanır və sonradan onurğanın deformasiyası vasitəsilə sağlam, deməli, xəstə nahiyədən sağlam oynağa, sağlam nahiyəyə keçməklə ta boyun fəqərlərinə qədər bitişə gedə bilir. Və bu xəstəlik o qədər asta-asta davam edə bilir ki, bəzən xəstə hətta çanağının bitişməsindən xəbər olmur. Fəqərlərinin bitişməsindən belə xəbər olmur. Çünki bir müddət hansı oynaqlar ağrıyır, mən həmişə xəstələrə deyirəm, hansı oynağında ankilozlaşan spondilartritdə, hansı oynaqda hələ ağrı varsa, bu xəstənin vaxtında gəldiyi anlamına gəlir. Şükür eləməlidir ki, orada hələ ağrı var. Bir neçə ay, illər boyu o həmin nahiyədə ağrılar olur, sonradan artıq həmin nahiyədə ağrı kəsilir. Həmin nahiyə artıq ağrımırsa, xəstəlik keçib sağlam nahiyəyə və həmin nahiyə artıq ankilozlaşıb, tamamilə bitişib, artıq geri dönməz proses baş verib. Digər, hələ ki, müalicəsi mümkün olan oynağın həyata qaytarılma, hərəkətin bərpası barədə düşünmək olar. Da o tamamilə bitişən oynaq artıq bitişdir. Digər oynağı sağaltmaq mümkündür, həyata qaytarmaq mümkündür. Burada da ankilozlaşan spondilartrit xəstələrinə həmişə deyirəm ki, müalicə aldın, iltihab aşağı indi, xəstənin ağrıları sakitləşir. Bax, bu sakitlik dövründən istifadə edib zədələnmiş oynaqları bərpa eləmək lazımdır. Daha sakitlik dövründə ağrımıram, bugün sabah gedərəm həkimə, belə bir şey də yoxdur. Yəni, ona görə də bu cür xəstələr daimi olaraq həkimlə münasibətdə olmalıdır və nəzarətdə olmalıdır ki, zədələnmiş oynaqlar da bərpa olunsun, gələn atakaya hazır olsun. Doktor, hərəkətsizlik ağrı səbəbi ilə meydana gəlir, yoxsa ağrını azaltdığımız halda, kəsdiyimiz halda yenə də hərəkət edə bilirik? Deməli, ağrı zamanı hərəkət çünki burada o dediyiniz məhdudluq törədir. Fəqərəni, bunun ardıcıllığını sərtləşməsidirsə, ağrı olmasa belə biz hərəkət edə bilməliyik. İndi o ağrının, onun dinamikası bu cürdür. Xəstəlik başlayır, hansı iltihab proses, hansısa bir nahiyədə, məsələn, iliosakral nahiyədə, çanaq nahiyəsi, omada, beldə, bel nahiyəsində ümumiyyətlə şiddətli ağrılar başlayır, xəstə hərəkət edə bilmir. Ağrıdan, ağrının şiddətindən hərəkət edə bilmir. Dərman atdı, müalicə aldı, hansısa prosesdən, iltihab prosesi yendisə aşağı, o aşağı enənə qədər orada hansısa zədələnmələrə bais olur iltihab. Artıq orada öz zədəsini qoymuş olur. Və iltihab aşağı indikdən sonra da əvvəlki aktivliyinə oynaq dərhal qayıda bilmir. Ona biraz iradəli insan olsa, bilsə ki, hansı hərəkətləri eləməklə onu geri qaytarmaq olar, eləyə bilir. Amma bəzən o hərəkəti eləmək istəyəndə biraz ağrı olur deyə eləmir ki, hə, ağrıyır, yenə ağrıyır, biraz ağrım var. Əvvəlki kimi deyil, amma biraz ağrım var. Amma qan təhlilləri tamamilə normaldırsa, həkim əgər buna hansısa bir reabilitasiya hərəkəti, osteopatiya vasitəsilə bunun açılmasını məsləhət görürsə, o deməkdir ki, iltihab həmin nahiyədə yoxdur, həmin oynağın zədələnmiş hissəsinin ağrısıdır. Artıq zədələri açıb, bərpa edib, əvvəlki vəziyyətinə qaytarmaq lazımdır ki, gələn atakaya orqanizm hazır olsun. Amma insanlarda nə baş verir? Ağrı nəticəsində o iltihabın zədələdiyi oynağı artıq hərəkət etdirməyə qorxur, etdirmək istəmir və yaxud da ki, etdirə bilmir və bitişmə prosesi daha da sürətlə gedir. Çünki özünüz də bilirsiniz ki, istənilən oynağı hərəkət etdirməyəndə orada əvvəl kontraktura, sonradan tamamilə ankilozlaşma baş verə bilir. Ankilozlaşan spondilartrit, yəni Bexterev xəstəliyin spesifik bir duruşu var, dilənçi pozası. Bu elə elmi adı da belə dilənçi pozası gedir. Çünki fəqərlərin cisimləri nahiyəsindəki, ön tərəfindəki vətərlər getdikcə qısalır və döş fəqərləri önə doğru əyilməyə başlayır. O qədər əyilir ki, tam kifozlaşır və kifozlaşmış vəziyyətdə də insan önə baxmaq üçün baş məcburi vəziyyət alır, məcburi qalxır və bükülmüş bir vəziyyətdə
bu dilənçi pozası adlanır. Elə elm adı da dilənçi pozasıdır. Aşağı ətrafların da bitişməsi, ankilozlaşması, koksartrozun olması endoprotezə qədər gedib çıxa bilir və bu xəstələr mən hətta praktikamda da rast gəlmişəm. Bəzən nə baş verir? O ağrılar çox olduqca evdə hansısa bir rahat yerdə otuzdururlar ki, xəstədir, uşaq tərpətməyin, dəyməyin. Elə bilirlər ki, ona yaxşılıq eləyirlər, daha da pislik eləyirlər. Həmin insan orada divanda, kresloda bir kreslo vəziyyəti alır. Baxırsan ki, 30 yaşı var, 35 yaşı var, cavan oğlandır. Artıq o qədər ankilozlaşıb ki, qalxanda da kreslo vəziyyətində, dirsək eyni kreslo vəziyyətində, onurğa oturacaq eyni vəziyyətdə, ayaqlarının ucu ilə biraz hərəkət eləyə bilir, o vəziyyətdə də yeriyir. Baxırsınız, inanıram sizə ki, mən bunu hətta görmüşəm, belə bir insana rast gəlmişəm, sanki yeriyən bir kreslo vəziyyəti alır, forması alır. Düzdür, indi bu saat cərrah əməliyyat vasitəsilə onun bəzi oynaqlarını dəyişib, düzəltmək olar, həyata qaytarmaq. Amma o vəziyyətə qədər də onu qurtarmaq olardı ki, o vəziyyətə gəlib çıxmasın. Əsas məsələ də odur da, elə o vəziyyətə gəlib çıxmadan, oynaqlar sıradan çıxmadan, bu deformasiyalar baş vermədən. Axı biz boş yerə demirik, ağrı siqnaldır. Hər bir halda, baxın, burada immun sisteminin hücumundan, hüceyrələrin hücumundan gedir söhbət. Burada sadəcə onurğaya hücum eləmir ki, burada oynaqlara və xüsusilə də iri oynaqlara, doktor onu deməyə çalışır ki, iri oynaqlara hücum edir və burada degenerativ dağılma prosesi belə gedir. Yenə də bu bir gecə formalaşan bir patologiya deyil. Bu zaman alır, amma onun başlanğıc mərhələsində, bax o ağrı olanda, bəzən o simptomlar dediyimiz kimi, oynaqlar həmin o zədələnmiş hala zədələnmədən belə revmatoid artritin o başlanğıc mərhələdən danışıram. Oxşar əlamətlər. Bəli, eynən oxşar əlamət. Hətta qan alınan ərazilərində belə oxşar əlamətlərə rast gəlmək mümkün olur. Yenə də hər bir halda ağrı varmı? Var. Getməlisən həkimə. Yəni mütləq qaydada burada ilkin müalicə aparılır. Hətta bəzən 3 ay, 4 ay diaqnozun dəqiqləşdirilməsi. Ağciyər iltihaplanır, ürəkdə problem yaranır. İltihaplana bilir, bəli. Böyrəklərdə hamısının baş verməsi mümkündür. Hamısında iltihap əmələ gəlir. Bəzən də biz yanılırıq, başqa müalicələr alırıq. Və yaxud da ki, ağrı kəsiciyə dərhal tabi olursa, ağrı kəsicilərə oturur ki, xəstə ilə ağrı kəsicilərlə hələlik yola verim, sonra baxarım. Hələlik. İstənilən halda diferensial diaqnostikanı edən həkimlərin sayı azdır. Respublikada gəlin razılaşaq. Artıq biz insanlar, bax bu xəstəlik, görürsünüz necə alovlanır, necə bir çox simptomları özü ilə bərabər gətirir. Çünki onun problemi tək lokaldır. İmmun sistemindən, autoimmun sistemindən danışırıq. İmmun sistemindən danışırıq, bədənin istənilən yerində bir problem yarana bilər. Bizə elə bir həkim olmalıdır ki, o artıq şikayətlərimə baxanda bilsin, problem nədir, hansı formasıdır, hansı mərhələdədir. Dediyiniz sözün belə gözəl sual verdiniz həmişəki kimi. Burada bir dənə də nüans baş verir. Xəstədə iltihapdan, beldə hansı ağrılar, ankilozlaşan spondilartritin başlanğıc fazasında şiddətli ağrılarla kiməsə müraciət edir, hansısa bir həkimə ki, bel ağrıları, məlum məsələ, bel ağrıları şikayəti ilə. Orada da onu MR müayinəsi zamanı MRT olunur. Fəqərdə hansısa təsadüfən bir protruziyamı yırtıqma aşkarlanır və bütün ağrıların səbəbini yıxırlar onun üstündə. Bir dənə qan analizi edib bir təhlillərə baxmırlar ki, burada C-reaktiv cülat nə qədərdir, iltihab proses gedir, yoxsa getmir, yanaşı olaraq bəlkə hansısa xəstəlik var. Buna demək olar ki, biz hər gün rastlaşırıq bununla ki, mən neçə aydır yırtıq müalicəsi alıram. Burada yırtıq ikinci, üçüncü dərəcəli məsələdir. Hər yırtıq da ağrı vermir. Hər yırtıq, ümumiyyətlə fəqərası disk yırtıqların 60%-nə heç bir müalicə tələb olunmur. Hansı idman hərəkətləri ilə sağala bilir. Amma yanaşı ankilozlaşan spondilartrit gedirsə, sabah bu gecikmiş fazada müraciət eləyə bilir. Və gecikmiş fazada artıq zədələndisə, zədələnmiş nahiyə heç vaxt əvvəlki vəziyyətə tam sağlamlığına qovuşa bilmir. Mütləq orada özü iz qoyur. Lap müalicə eləsək də. Bunu zədələnməmiş, gəlib deformasiya gətirib çıxarmamış ötəsindən gəlmək lazımdır. Hətta onurğanın tamamilə bitişməsi zamanı ki, tam ankilozlaşma baş verib, məsələn, bizim belə bir neçə xəstələrimiz də var ki, tam ankilozlaşma var, çevrilə bilmir, sağa sola baxa bilmir. Ankilozlaşmış fəqərədə hər 2-3 fəqərədən birində bir balaca hərəkətlilik
əldə eləyə biləndə bu artıq xəstənin qəddini düzəldib qamətini düzəldə bilməsi deməkdir. Bu cavan bir oğlan üçün 30-35 yaşında, 40 yaşında oğlan üçün çox böyük bir şeydir. Yəni kimsə qəddini düz saxlaya bilən insan üçün bu belə diqqət cəlb eləməyə bilər. Amma cavan adam hətta 25 yaşında, 30 yaşında artıq bükülmüş ankilozlaşan spondil arterit Bechterev xəstələri var. Bunların qəddini düzəldib sağlamlığına qovuşdurmaq, normal həyat tərzini sürə bilməsini gətirib çıxarmaq o qədər böyük vacib bir şərtdir ki, inandırıram sizi ki, yəni bəzən o bizim xəstələrimiz qamətini düzəldib gələndə ki, doktor mən artıq belimi düzəldə bilirəm, artıq qamətimi düzəltmişəm. Xəstədən çox mən sevinirəm ki, bu cavan insan üçün nə deməkdir mən bilirəm onu ki, yəni o nələr çəkir, hansı depressiyalardan çıxır xəstə. Cavan uşaq depressiya düşür ki, mən cavan oğlanam, hələ bir eşidəndə ki, bu irsən keçən xəstəlikdir, nəsildən gələn xəstəlikdir. O saat başlayır ki, cəmaatın babasından var dövlət qalır, mənim də babamdan xəstəlik qalır. Yəni insanı həm də o depressiyadan çıxartmaq mümkün olur bu zaman. Ki, yox, sən demə, mənim dərdimin çarəsi var imiş, mən sağala bilərmişəm, mən normal yaşlılarım kimi ömür sürə bilərəm. Yəni, bəzi cavan oğlan tanıyıram ki, ankilozlaşan spondil arteriti utandığından evlənə bilmir ki, hansısa qıza bir söz deyə bilmərəm, mən utanıram. Yəni, o da insandır, o da sağlam ömür sürmək istəyir, yaşamaq istəyir, normal yaşamaq istəyir. Yəni, bunun hamısı şərtdir. Müalicəsi olmayan bir xəstəlikdən danışırıq. Ağır mərhələyə və ya zamanında gəlmiş olsa belə gələcəkdə ola biləcəkləri nəzərə alıb deyir ki, cəmaatın qızın narahat eləmək istəmirəm. İnsan əgər bilirsək ki, bunun çarəsi var, sağlam yaşamaq, müalicə ilə, bəli, müalicə ilə, yox, yəni tam sağalmır, sadəcə vaxtaşırı müalicələr alır. Alacaq düşünürsünüz? Vaxtaşırı müalicə alan Bechterev xəstəsinə sual vermək istəyərdim. Bu xəstəlik tam formalaşmadan öncə, yəni ağır mərhələyə gəlmədən öncə, bunun bir aurası olub da. Davamlı yorğun olmusan, davamlı yuxulu olmusan, davamlı uçurucu xarakterdə olsa da yenə oynaqlarda, ağrıların olub, ara sıra. O zaman niyə diqqətli olmamısan? İnsana bu sualı vermək istəyərdim. Bilirsiniz, biri deyir, mən onun hamısından soruşurum. Araşdırılanda ki, səndə Bechterevdir, genetikdir, irsidir, günahkar da tapdıq, səbəbkar da tapdıq, gələcəyə plan da qurduq, amma özümüzü yenə düşünmürük. Baxın, burada vacib olan məsələ budur. Baxın, məsələ budur. Biraz ağrı kəsən kimi o qədər mənim elə xəstələrim var ki, bir də görsən 2 ildir yoxdur. Abala, hardasan? Ağrımırdım. Baxırsan ki, artıq ağrımasa belə fəqərədə hansısa xırda az iltihab olanda o qədər şiddətli ağrı vermir. Çünki o xəstələr o qədər şiddətli ağrılar görmüş olur ki. Ağrımasa deyəndə, hərəkət eləyəndə ağrı azalırmı? Bechterev xəstələrinin indi... Ataka dövründə xeyr. Əgər iltihab dövrüdürsə, hərəkət etdikcə o həmin nahiyədə ağrılar daha da artır. Çünki iltihab toplaşır ora. Amma remisiya dövründə, bəli, xəstənin hərəkət etdikcə, vətərlərin hərəkətliyini, elastikliyini bərpa edib açdıqca, xəstənin qəddi düzəldikcə ağrılar azalır, qaməti düzəlir, ağciyərlərin həyat tutumu daha da artır. Xəstə deyir ki, məndə daimi təngi nəfəsliklər var idi, sən demə, rahat nəfəs almaq da mümkün imiş. Çünki o dilənçi pozası dediyim önə büküləndə, kifoz baş verəndə ağciyərlərin həyat tutumu da azalır. Diafraqma axıra qədər açılıb bağlana bilmir və bu zaman həmin insan uzaq məsafədə gətirilməyə bilmir, təngi nəfəslik baş verir. Yəni bir xəstəlik digər xəstəliyi ağırlaşdıra gedir. Yəni bu biri digərinin fəsadı üzərində digər xəstəliyin əmələ gəlməsi də deməkdir. Bağlarda, əzələlərdə, daxili orqanların hamısı fəqərələrdən asılır, fəqərələrdən sallaşır və həmin fəqərələrində düzgün işləməməsi həmin orqanın da işinə birbaşa təsir göstərir, ağrını irradiasiya eləyir, həmin nahiyələrdə də ağrılara, uzun müddətli ağrılara, ta ankilozlaşana qədər. Ankilozlaşandan sonra həmin ankilozlaşmış fəqəriyə bağlanan orqanların işində belə pozuntular baş verir. Doktor, o xəstələr çox ciddi nəzarətdə olmalıdır. Və ömür boyu nəzarətdə olmalıdır. Çünki o fəsadlaşmalar o qədər növbələşir ki, remisiya alsanız nə olacaq, almasanız nə olacaq? Remisiyaya qədər bir cür müalicələr aparır, remisiya baş verdi. Remisiyadan sonra gələcək atakiyaya qədər artıq regenerativ dövr, yəni o zədələnmiş degenerativ prosesə uğramış dövrün regenerasiyasına çalışmaq lazımdır. Bu, o ataka dövründən daha uzun və daha məşəqqətli çəkir. Çünki ataka dövründə xəstə iltihab əleyhinə dərmanlar qəbul edir, onun ağrı kəsici
regenerasiya funksiyası da var. Biraz ağrısı o qədər olmaya bilər. Amma o regenerasiya dövründəki hansı ki dağılmış, zədələnmiş funksiyanın bərpası dövrü var. O dövrdə xəstəni daha çox incidirik, daha çox ona əziyyət veririk. Çünki o xəstələr biraz da depressiya düşmüş olurlar. Onu depressiyadan çıxartmaq, mütləq qaydada evdə daimi idman hərəkətləri, aktiv hərəkətlər etmək, bilirsiniz də ağrıyan insana aktiv hərəkət etdirmək nə qədər çətin məsələdir. Biz indi klinikada etdiririk, tapşırırıq ki, bu hərəkətləri evdə də etməlisən. Hamıda o cür iradə yoxdur ki, o hərəkətləri evdə də etsin. Bəzən alladır, gəlir deyir, eləmişəm, amma eləmir. Prosesi daha da ağırlaşdırır. Bilirsiniz, bu xəstəlik tam itirilmiş funksiyanın bərpası, oynağın tamamilə hərəkətliliyi bərpa olunana qədər nəzarətdə olub düzgün müalicə aparılmalıdır ki, gələn atakada bir daha zədələnib həmin oynağı tamamilə sıradan çıxartmasın və yaxud da ki, ankilozlaşmasın. Və bu xəstəliyin düzgün müalicəsi aparılmaqla heç bir ankilozlaşma baş vermədən bütün oynaqların tamamilə hərəkətliliyini saxlamaqla insan ömür boyu normal yaşaya bilir. Anamnez çox vacibdir. Həddindən artıq Laborator vacib. analizlərdə HSN-in yüksəlməsi, CLP-nin yüksəlməsi, xüsusi antigenlərin yoxlanması, bu da var olan şikayətlərə görə həkimə istiqamət verir. Digər tərəfdən sizin dediyiniz o Bechterev mənzərə olaraq osteoxondroza da, spondilyoza da bənzəyir. Bunları diferensiasiya etmək üçün hara getməliyik? Əli Əlizadənin yanına getməliyik, ixtisas həkiminə getməliyik. Yox, mütləq ixtisas həkimlərinə müraciət. Mütləq ixtisas həkimi vacibdir. Bilirsiniz, o dediyiniz o mərhələli şəkildə fəsadlaşmanın belə növbələşməsi nə deməkdir? Remisiya alsam belə, hələ də proses davam edir deməkdir. Autoimmun bədən özünü, öz hüceyrələrini düşmən görərək düşmən kəsilir. İnandırıram sizi ki, hətta xəstə müraciət edib ki, məsəl üçün ankilozlaşan spondil arterit xəstəsidir. Belində ağrılarla gedib həkimə müraciət edib, MRT olunub, orada yırtıq aşkarlanıb, bir 3-4 ay yırtıq müalicəsi elətdirib, ağrılar kəsməyib, məlum məsələdir ki, kəsilməyəcək də. Sonra gedib orada alqoloq onu alqoloji ağrısını kəsmək üçün və ağırlaşmış bir vəziyyətdə gəlib ki, alqoloq o ağrını kəsibdir, xəstə ağrını hiss eləməyib, proses daha da ağırlaşıb. Ağırlaşmış bir vəziyyətdə müraciət edib ki, biraz o təcrübə olanda xəstə hətta içəri girib, gəlib oturana qədər mən deyirəm ki, ankilozlaşan spondil Bechterev xəstəsən, deyir doktor nə bildin? Çünki onların yerişi xüsusi olur. Oma qalça oynağı işləmədiyi üçün biraz robotik yerişə malik olurlar və robotik yeriş zamanında hətta küçədə yeriyən zaman belə biraz diqqətli olan həkim ona düzgün diaqnoz qoya bilir ki, bu robotik yeriş 99% hallarda ankilozlaşan spondil arterit xəstələrində olur. Bəzən biz həkimlərlə söhbət edəndə belə baxırsan ki, HSS-yə baxdım, CLP-yə baxdım, amma tək bir göstərici diaqnostik meyar sayıla bilməz. Bəzən bax, osteoxondroz dedik, diferensiasiya etmək lazımdır. Niyə? Çünki mənzərə də, ağrılar, hər şey bənzərdir. Amma burada HSS yüksəlmir bəzən. Bəzən HSS reaktiv üzvülər də hətta... Yəni, ayırt edəcək nöqtələrimiz çoxdur. Sənə müraciət eləyəndə, bəli, ola bilər ki, sənə müraciət eləyəndə hansı hormonal dərman istifadə edib və ya ağrı kəsicilər istifadə edib. O sırada laborator analizlər tamamilə normal. Baxırsan, klinika var, analizdə göstəricilər yoxdur. Bəli, bu və yaxud da ki, göndərilir maqnit rezonans tomografik müayinə zamanı iliosakral oynaqlarda kiçik erozif sahələr aşkarlanır. Çox kiçik, bəzən o başlanğıc dövrdə o qədər kiçik eroziyalar olur ki, bəzən heç ona həkimlər bəzən diqqət də yetirmirlər. Amma xəstəni uzadıb müayinə eləyən zaman görürsən ki, bəli, həmin erozif sahələr artıq özünü göstərir. Çünki iliosakral oynağın hərəkətlilik, hərəkət mexanizmi artıq pozulub. Bunu müayinə zamanı, bu əllə müayinə çox şey verir insana. O da olsun hələ bu xəstəliyin diaqnostikası. Həkimlər peşəkar olmalıdır. Bu bir mənalı şəkildə. Çünki canlı orqanizm üzərində müayinə aparır, onu sağaltmaq üçün əlindən gələni eləyir. İndi az sonra biz Cahid Şahbazovla da həmsöhbət olacaq. Bir çox oftalmoloji problemlərə toxunacaq. Bilirsiniz, gözə baxmaqla şəkərli diabeti əgər şübhə yaradıb, onu təyin etməsi üçün həkimə yönəldirsə, bunun adı üzərində də möcüzə, amma digər tərəfdən də həkimin peşəkarlığından, təcrübəsindən xəbər verir. Digər tərəfdən bizim indi hal-hazırda mövzumuz Bexterevdirsə, bizim episklerit dediyimiz, irit dediyimiz sağalmayan göz xəstəlikləri var ki, onun belə müayinə
müayinəsində, həkimin, oftalmoloqun baxışı sırasında Göz qəlbin birbaşa, aynasıdır. Yəni yönəldə bilər revmatoloq həkimə. Birbaşa, yəni sözünüzü kəsirəm, çox üzr istəyirəm. Bir Yox, neçə gündən buyurun. sonra aprel ayının 4-də bizim ankilozlaşan spondil artrit deməli konfransı keçiriləcək. Orada Cahit Şahbazovun da çıxışı var, bizim də çıxışlarımız var. Orada bu xəstəliyin yeni diaqnostik metodları və müalicəsində istifadə olunan ən yeni metodlar barədə bütün Azərbaycan revmatoloqlar orada iştirak edəcəklər. Burada Türkiyədən, Özbəkistandan, Qazaxıstandan, Azərbaycandan həkim qrupu iştirak edir. Həm psoriatik artritlər, həm ankilozlaşan spondil artritlərin dəridə verdiyi dəyişikliklər, gözdə olan dəyişikliklər barədə indi Cahit bəy çıxış eləyəcək və bu xəstələrin osteopatik və reabilitasiya nəticəsində vasitəsi istifadə etməklə xəstələrin ankilozlaşmaqda olan oynaqlarını necə açıb, yenidən həyata qaytarıb, hərəkətliyini nisbətən də olsa bərpa etmək barədə də bizim çıxışımız olacaq orada inşallah. Bütün həkimlərimizi iştirak etməyə dəvət edirəm. Təşəkkür edirəm. Uğurlarınız bol olsun. Minnətdaram gəldiyinizə görə doktor. Siz sağ olun. Çox sağ olun. Bir daha xatırladım. Revmatoloq osteopat Əli Əlizadə studiyamızın həkim qonağı idi. Mayamed klinikasında yerləşən Vertex Revmatologiya və Osteopatiya Mərkəzinin rəhbəri və eyni zamanda həkimidir. Müraciətlərinizi edə bilərsiniz.